Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bugün sizə iftarda çay süfrəsində nuş etməyə şəkərbrad adında çox ləzzətli, möhtəşəm, yumşaq bir şirniyyat hazırlayıram. Əvvəlcə içliyi hazırlayırıq. İçlik üçün 300 qram qoz ləpəsini rondodan keçirtdim. Üzərinə 150 qram şəkər tozu və üyüdülmüş 1 çay qaşığı hil əlavə edərək yaxşı-yaxşı qarışdırırıq və içliyimiz hazırdır. Xəmiri hazırlamağa keçməmişdən əvvəl gəlin evdar xanımlarımız üçün iş haqqında, Faberlik şirkəti haqqında bir kiçik məlumat verim. Hal-hazırda bir çox xanımlarımız bilirəm evdə olursunuz və hamınızın əlində mobil telefon olur, mobil telefondan istifadə edirsiniz. Bu şirkətdən 3 şərtlə qeydiyyatdan keçə bilərsiniz. Özünüzə məhsul alaraq, məsələn 30 AZN-lik məhsul aldıqda şirkət sizə 5 AZN endirim edir. Yəni 25 AZN ödəmiş olursunuz. Satış məqsədi ilə də qoşula bilərsiniz. Ən əsas onu qeyd edim ki, iş onlayndır. Yəni evdən heç yana çıxmırsınız, işi ancaq telefondan idarə edirsiniz. Şirkətə qoşulub qeydiyyatdan keçməkdə tam pulsuzdur. Yəni ona görə narahat olmayın. Açıqlama bölümünə və rəy bölümünə link yerləşdirəcəm. Kim ki bu işlə məşğul olmaq istəyir, fikri ciddi olanlar linkdən keçid eləyin. Lider Sevda xanım sizə iş haqqında hər bir şey məlumat verəcək. Lider Sevda xanım özü də vaxtı ikən evdar xanım olub, amma hal-hazırda işləyir və hər 21 gündən bir 3000 AZN gəlir əldə edir. Özü də top liderdir. Ən əsası işləyəcəyiniz lider Sevda xanım inamlı, güvənli, 8 il bu işdən anlayışı olan bir liderdir. Sizə hər şeyi öyrədəcək xanımlar, sizə dəstək olacaq. Sizə qeydiyyat cəhətdən komanda qurmaqda da kömək edəcək. Bu iş elə bir işdir ki, hətta burada gəlirdən əlavə də bonuslar, premiumlar, səyahətlər qazanacaqsınız. Əgər siz də evdən çıxmadan gəlir qazanmaq istəyirsinizsə və ya ikinci gəlir yerinizin olmasını istəyirsinizsə, mütləq rəylərdə yerləşdirdiyim linkə keçid alın, məlumat alın və başlayın işləməyə. İndi isə gəlin şirniyyatımızın xəmirini hazırlayaq. Xəmir üçün 1 çay qaşığı quru maya lazımdır bizə. 1 çay qaşığı quru mayanın üzərinə ümumilikdə istifadə edəcəyimiz 1 stəkan süddən 5-6 qaşıq yemək qaşığı ilə əlavə edirik üzərinə, qarışdırıb bir kənarda gözlədirik. İstifadə edəcəyimiz bu 1 stəkan süddə mütləq ilıqdan biraz isti olsun. Yəni çox qaynar olmasın, nə də çox ilıq olmasın. İlıqdan biraz isti olsa yetərlidir. Mayanı həll edib bir kənarda gözlədirik. Xəmiri yoğuracağımız qabın içərisinə 200 qram xama əlavə edirik. Mən 20% xamadan istifadə etdim. 25% xamadan da istifadə edə bilərsiniz, fərq etməz. Və bu 200 qram xamanın üzərinə bir paket, yəni 1 çay qaşığı vanil əlavə edib qarışdırırıq. Və bizə 150 qram ərinmiş kərə yağı lazımdır. Yağı mütləq əridib istifadə edin. Ərinmiş kərə yağını da üzərinə əlavə edirik və xama ilə birlikdə hər ikisini qarışdırırıq. Onu da qeyd edim ki, bilirəm soruşacaqsınız. Bu xəmirə, yəni bu xəmirin reseptində yumurta yoxdur. Yumurta istifadə olunmur. Xama, vanil və ərinmiş kərə yağı. Bunları da yaxşı-yaxşı qarışdırırıq. Qarışdırdıqdan sonra 1 stəkan südü də içərisinə əlavə edirik. Qeyd etdiyim kimi süd ilıqdan biraz isti olsa yetərlidir. Və bunu da yaxşıca qarışdırdıqdan sonra bu həll etdiyimiz mayanı da qarışdırırıq və bu kütlənin üzərinə əlavə edirik. İnandırım sizi, o qədər dadlı, ləzzətli, yumşaq bir şirniyyat alınır ki, şəkərbradan belə deyim ki, dadlıdır, inanmazsınız, çox dadlıdır. Mütləq hazırlayın. Həm iftarda, həm imsakda nuş edə bilərsiniz, çox ləzzətlidir. Allah Taala tutduğunuz orucları, ibadətlərinizi, etdiyiniz duaları qəbul etsin inşallah. Və sonda da unu hissə-hissə əlavə edərək, xəmiri əvvəlcə biraz duru olduğu üçün biraz qaşıqla qarışdırırıq. Daha sonra isə xəmiri əllə yoğururuq. Yumşaq, ələ yapışmayan, çox gözəl bir xəmir olur. Xəmir çox yumşaq olur və unu mütləq az-az hissə-hissə əlavə edərək xəmiri yoğurmaq lazımdır. Bu xəmir üçün mən 580 qram undan istifadə etdim. 580 qram unda hər zaman videolarımda, reseptlərimdə istifadə etdiyim 200 ml stəkan ölçüsü ilə tam 4 stəkan yarım un elədi. Amma unu yenə də qeyd edirəm, hər zaman çalışın hissə-hissə əlavə edin. Çünki unların növündən asılı olaraq 1-2 yemək qaşığı artıq və ya əski istifadə oluna bilər. Xəmir bərk alınmasın. Xəmir çox yumşaq xəmirdir və ələ yapışqanlığı yoxdur. Yağlı xəmir olduğu üçün qətiyyən ələ yapışmır. Xəmirin üzərini örtürük və xəmiri qalın büküb 1 saatlıq mayalanmağa qoyuruq. 1 saat keçdikdən sonra xəmiri götürürük. Çox gözəl mayalanıb, yumşaq pambıq kimi bir xəmirdir. Xəmirdən maya qoxusunun gəlməməyi üçün əvvəlcə gördüyünüz kimi havasını alırıq.
Biraz da əlimdə özdəliyirəm xəmiri. Daha sonra isə xəmiri demək ki, kündələrə bölürük. Mən 35 qramdan kündələr tutdum, tərəzidə çəkdim hamısını. Hətta 40 qramlıq kündələr də tuta bilərsiniz. Artıq bu qalıb sizin istəyinizə. Qeyd etdiyim kimi mən 35 qramlıq kündələr tutdum. Tərəzidə çəkdim. Kündələri 35 qramlıq etdikdən sonra hər birini ovucumun içərisində kündələdim və çox yox. 1-2-3 dəqiqə müddətində kündələri gözlətdikdən sonra artıq başladım yayıb içliyi qoyaraq bükməyə. Çox asan hazırlanan bir şirniyyat növüdür. Çox dadlıdır, çox ləzzətlidir. Mütləq hazırlayın. Bilirəm ki, çox bəyənəcəksiniz. Yumuşaq, çox ləzzətli şirniyyat olur. Yəni bu şirniyyatı yeyib bəyənməyən qalmayacaq. Yəni hər kəs bəyənəcək, özünüz də çox sevəcəksiniz bu resepti. Dəyərli izləyicilərim, kim hardan videolarımızı izləyirsə, hər birinizdən çox xahiş edirəm ki, videolarımızı izləyərkən zəhmətə dəyər verib, saniyənizi ayırıb, yuxarıda gördüyünüz bəyən düyməsinə toxunaraq videolarımızı bəyənməyi unutmayın. Əgər bəyənirsinizsə, yaxınlarınızla da paylaşın. Bir də əgər sizlərdən bir xahişim var, Instagram səhifəniz varsa, onda Instagramda da Kəmalə Kərimli 82 yazaraq Instagram səhifəmi də izləməyə alın. Orada da hədəfimiz 300 mindir. 300 minliyi ailəyə çataq. Dəstək olan hər kəsə də buradan öz təşəkkürümü bildirirəm. Kündələri çox yox, qeyd etdiyim kimi 2-3 dəqiqə gözlətdikdən sonra götürürük. Qətiyyən undan istifadə etmirik. Necə ki şəkərburanın kündələrini yayırıq. Baxın, o cürdə yayırıq. Sadəcə şəkərburanın kündəsindən biraz kiçik yaymaq lazımdır. Və yaydıqdan sonra mütləq bu masanın üzərində qalan hissədən, yəni xəmirin o masanın üzərində qalan hissəsi, alt hissəsi biraz nahamar olur. Həmin hissədən 2 çay qaşığı orta hissəsinə içlikdən əlavə edirik və şəkərbura kimi bükürük kənarlarını. Amma bu xəmir çox yumuşaq olduğu üçün, şəkərburanın yəni xəmirindən fərqli olaraq çox yumuşaq xəmir olduğu üçün biraz kənarları yəni çox incə olmamaq şərti ilə bükülür. Kənarlarını hamısını qəşəng belə möhkəm büküb yığırıq. Hazırlaması çox asan olan bir şirniyyatdır. Mütləq bu resepti hazırlayarsınız. Xəmir nazik bir xəmir olduğu üçün çox tez bişir. Mənim sobamda cəmi 25 dəqiqə müddətində bişib hazır oldu. Mən konveksiya rejimində 180 dərəcədə bişirdim. Tam 25 dəqiqə müddətində üzəri altı xına kimi qıpqırmızı qızardı, götürdüm. Konveksiyasız sobalarda da yenə də 190 dərəcə ilə 200 dərəcə arasında bişirə bilərsiniz. Onu da qeyd edim ki, hər sobada dərəcələr eyni olmur. Yəni məsələn mənim sobamda 180 dərəcədə bişirsə, ola bilər sizin sobanızda 170 dərəcədə də bişə bilər. Hər kəs öz sobasının dilini bilməlidir. Yenə də mən yəni hansı dərəcədə bişirirəmsə onu hər zaman həm açıqlama bölümündə, yəni resept yazılan yerdə qeyd edirəm. Burada da sizin üçün şifahi olaraq qeyd edirəm, amma hər kəs öz sobasının dilini bilməlidir. Yenə də qeyd edirəm, konveksiya rejimində 180 dərəcədə tam 25 dəqiqə müddətində bişirdim. Yəni 25 dəqiqədən artıq bişirməyin. Çünki xəmir çox incə olduğu üçün qalıb qurumalı deyil də bu. Yəni şəkərbura qalıb düzdür, qurumalıdır. Şəkərburanın xəmiri biraz quruyur. Amma bu xəmir yumşaq qalmalıdır. Çünki bunun mayası çoxdur. Ona görə çalışın ki 25 dəqiqədən artıq bişirməyin ki xəmir qurumasın, yumşaq qalsın. Burada sizə baxın, birini yaxından da göstərdim hətta. Xəmiri yaydıqdan sonra yenə də qeyd edirəm. Xəmirin alt hissəsi qalır ki, masanın üzərində qalır. Həmin hissə biraz nahamar olur. Həmin hissəni içəri hissədə saxlayın. Həmin hissədən, o nahamar hissədən içli yerləşdirib bükün. Və kənarlarında belə biraz qalın şəkərbura kimi bükürük və yığırıq məsafəli şəkildə listimizə. Listin içərisində də bir 5-6 dəqiqə gözlətdikdən sonra artıq ilk listimi bişirirəm. Çünki hamısını hazırlayana kimi elə ilk hazırladıqlarım artıq mayalanmış olur, yəni mayasını almış olur. Üzərinə çəkmək üçün də 2 yumurtanın sarısına 1 çay qaşığı süd əlavə etdim, yaxşı-yaxşı qarışdırdım. Üzərlərinə çəkirəm və öncədən isidilmiş sobama yerləşdirib 25 dəqiqə müddətində bişirib götürürəm. Bu reseptlə məndə 2 list, ədədlə desək 33 ədəd şirniyyatım alındı. Yumurta sarısının üzərinə çəkdikdən sonra çəngəllə gördüyünüz kimi çox dibdən yox, üzdən 2-3 yerdən çəngəllə deşirəm ki, bişəndə çox yersiz belə qabarmasın. Çox yersiz qabaranda onda qabıq kimi olur. İçini kəsəndə də görəcəksiniz ki, belə qabıq kimi xəmir şişir və içliyi də belə alta çökür qalır. Ona görə belə deşmək lazımdır ki, xəmir çox şişməsin. Və gördüyünüz kimi 2 list şirniyyatlarım, ikisi də hamısı bişib hazır oldular. Soymasını gözləyirəm. İsti-isti daha da pambıq kimi olur. Çox
çox yumşaq olur. İftar vaxtına düşdüyünə görə mən gözlətdim ki, tam soysunlar. İftarımı açdım. Allah sizin də tutduğunuz oruclarınızı, etdiyiniz ibadətləri qəbul etsin. İftarımı açıb bitirdikdən sonra artıq yenidən videomun ardını çəkdim sizin üçün. Burada artıq şirniyyatım tam soyuyub. Görürsünüz, kənarlar qətiyyən açılmır. Çəngəllə üzərində deşdiyimə görə çox şişməyiblər gördüyünüz kimi və çox gözəl alınıblar. Kəsib buradan da içində sizə göstərəcəm. Tam soyuyublar. Baxın, soyuyanda bu cür olur. Yəni yumşaq olur. Hələ isti olarkən daha da yumşaq olur. Yəni pambıq kimi yumşaq, çox ləzzətli olur. Göz haqqınızı halal edin. Hazırlayıb yeyən hər kəsə nuş olsun. Videomu bura qədər izləyən, bəyənən və mənə hər zaman dəstək olan hər bir izləyicimə ayrarlıqda öz təşəkkürümü bildirirəm. Allah sizləri var eləsin. Videonu izlədikdən sonra mütləq yaxınlarınızla da paylaşın. Hələ irəlidə də çox gözəl videolarımız olacaq. Kanalımızı izləmədə qalın. Yeni videolarda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın. Allah'a əmanət olun. Əgər videonu bəyəndinizsə, Kəmalə Kərimli 82 kanalına abunə olun. Videonu bəyənib şərh yazmağı unutmayın. Dəstəyiniz Kəmalə xanım üçün motivasiya mənbəyidir. Paylaşılan videoları bəyənib şərh yazanlara öncədən təşəkkür edirik.